Salam, hər vaxtınız xeyir, kanalımıza xoş gəlmisiniz. Xahiş edirəm, əgər video faydalı olarsa, zəhmət olmasa videonu bəyənib kanala abunə olarsınız. Bugün sizə deyəcəyim bir məsələ var. Çox adam mənə mesaj yazır, zəng vurur ki, özüm bu işlə məşğul olmaq istəyirəm və ya uşağımın həvəsi var bu işlə məşğul olmağa, nə məsləhət görərsiniz? Mən də hamıya bir-bir oturub başdan ayağa izah eləməyə, yəni imkan çatdıra bilmərəm. Ona görə belə bir qərara gəldim ki, çox qısa bir video çəkim. Burada çox geniş, ətraflı məlumat verə bilməyəcəm. İndi növbəti videolarda çalışaram verim. Çünki mən başqalarının videolarına baxıram, çox vaxt uzun-uzadı videolar çəkəndə cəmaət səbri çatmır izləməyə, narahatçılıq edirlər. Ona görə qısa bir məlumat verim. Bu işin yaxşı və pis tərəfləri var. Daha doğrusu belə deyək, belə kobud səslənir, yaxşı və pis. Çətin və asan tərəfləri var. Birinci, mən həmişə məndən soruşanda birinci çətin tərəflərini deyirəm ki, insan həvəslənir, söhbəti yox. Motivasiya lazımdır. İşin disiplini lazımdır, bu öz yerində. Amma çətinliyin bilməlidir ki, insan. Mən nə işə girirəm, hansı işə girirəm, raşotumu necə götürməliyəm. Birinci, çünki mən başlayarsan işə, görərsən, oyda, bu nədir, danışılanlar kimi deyil ki, bu 3 gün saxlayarsan, deyərsən ki, yox, bu iş mənlik deyil. Vəssalam, söz. Ona görə də işin çətin tərəflərini gərək əvvəlcədən az-çox biləsən, öyrənəsən. Neysə, çox başımızı ağrıtmayım. Əsas çətin məsələ odur ki, məlum məsələdir ki, qiymət artımları dolayı yolla bir-birinə təsir edir. Məsəl üçün, benzin artanda taksinin qiyməti artır. Restoran arendası qalxanda restoranda yemək qiyməti artır. Amma dolayı yolla bir sözlə bütün qiymət artımı bir-birinə təsir edir. Çox təəssüf ki, burada elə deyil amma. Çolpa işində elə deyil. İllərdir qiymət elə standart qalıb, dəyişmir, hələ aşağı düşür. Niyə bilmirəm. Yəni söhbət belə türklər demişkən, gəzən toyuqlardan gedir də, yəni həyat şəraitində saxlanılan çolpalardan, düzələrdən gedir. Broilerdən yox. Bu işin birinci çətin tərəfidir. Yəni qiymət o deyil. Məsələn, yem artıb, amma çolpa həmin qiymətə. Su pulu, işıq pulu, qaz pulu artıb, rasxodlar çoxdur, amma çolpanın qiyməti eyni qiymətdir. O da bəzi işbazlara görədir. Çolpanı saxlayan adam, belə deyim də, 70% uduzur. Odan alverçi olur. Misal üçün, sən saxlayırsan, 2000-dən almışsan, sənə bu sərf eləyər, tutalıb 2 ay saxlamısan. 6 manat 50 qəpiyə 7 manata satmaq misal üçün sənə sərf eləyər. Az-çox sərf eləyər. Yəni nisbətən sərf eləyər. Sən görürsən ki, biraz onu satmaqda çətinlik çəkirsən. Alverçilər gəlir, dirənir, götürür, görürsən sənin belə çıxılmaz vəziyyətdəsən, verəcəksən, 5 manatdan razılaşır, götürür. Yəni, daha doğrusu siz razılaşırsınız, götürür. 5 manatdan, 5.50-dən falan siz burada 1 manat 50 qəpik itirdiniz. O aparır, onu kəsib, çünki hər müştərinin sizə əli çatmır. Nə də sizin onlara əliniz çatmır. Bunlar alır 100 dənə, alverçi 100-200 dənə, onu satmaq rahatdır. Səndə amma 2000 dənə var, 1500 dənə var, 1000 dənə var, o nisbətən çətindir. Hamının gelib gözləmək olmur, çünki bu diri heyvandır. Yem yeyir, gündəlik rasxodları var. Günü-gündən rasxodu çoxalır. Hər günü əlavə yem itkisi deməkdir. Amma onlar aparır, kəsir, satır. Aparan kimi kəsir, satır, onun üçün az fərq edir. Sən 5 manata verəndə, onun üstündən heç 50 qəpik xeyir qalmır sənə. Amma alverçi aparır, 5 manata səndən götürdüyü çolpanı, kəsir 8 manata satır. Yəni sən 2 ay əziyyət çəkib, zülüm çəkib 50 qəpik xeyir güclə götürürsən. Alverçi 1 saatın, 2 saatın içində gəlir səndən götürür, 3 manat əlavə xeyir tutur. Yəni burada çətin tərəflər odur. Düzgün adamlar, düzgün müştəri toplusu əldə eləmək lazımdır. Onun üçün də səbirli olmaq gərəklidir. Yəni biraz vaxt lazımdır. Az sayda başlayıb müştəri yığmaq lazımdır ki, müştəri necə müştəri deyirəm, alverçilərlə də işləmək olar, vicdanlı alverçilərlə. Qiymət öldürən yox. Qardaş, alırsan al da,
Məsələn, mən 6 manat 50 qəpiyə almıram, satmıram, misal üçün. Çox sayda götürmək istəyirəm, misal verirəm sənə 6 manata. Ged apar 8 manata, 2 manat sənin Allah xeyrini versin. Sən gərək 3 manat xeyir tutasan. Bəs sən 3 manat xeyir tutanda işi görən adam, zülmü, əziyyəti çəkən adam 50 qəpik xeyir tutur. Ona qalan ancaq əziyyəti olur, boş əziyyət. Yəni başqa heç nə qalmır. Ona görə də növbəti partiya bunlar əlaqə saxlayacaq. Qardaş, çolpa istəyirəm. Görür ki, yoxdur çolpa, saxlamır da həmin adam. Deyir, nə yaxşı saxlamırsan? Deyir, sərf eləmədi də. Deyir, ay da, hayf gəlib götürürdük də. Onda ayırırlar ki, biz bundan götürürdük, daha öncə saxlamır. Yavaş-yavaş heç kimdə tapmaq olmayacaq çolpa. Alverçilərin də işi ölür. Yəni, çolpa alış-verişi ilə məşğul olan alverçilərin, kəsib satanların 70% işi ölür. Niyə görə? Çünki bir dəfə tamaha görə, bir-iki dəfə yaxşı qazanc əldə etməyə görə o qədər təsərrüfatçıları müflis ediblər. Müflis deməzdim, yəni biraz bir gülməli çıxar. Çox da summa lazım deyil, yəni ilk başlarda başlamaq üçün, amma yəni müflisin indi buynuzu olmur ki, sən 1000 manat da itirsən, əgər 1000 manatın varsa, hamısını itirmisənsə müflis sayılırsan da, yəni açığı. Gərək də 100 min, 200 min itirəsən. Onları ziyana salandan sonra daha yüksək təsərrüfatçı görür ki, yox, bu o deyil. Elə mən əziyyət çəkirəm, bu birisi yeyir. Biraz zaman lazımdır. Əsas məsələ nədir? 200 dənə, 300 dənə, 500 dənə ilə, lap biraz da azdan başlayın. Yavaş-yavaş müştəri yığa-yığa. Müştəri necə müştəri yığmaq lazımdır? Özü üçün saxlayan müştəri. Məsəl üçün, uşağı üçün 20 dənə, 30 dənə, 40 dənə alıb saxlayan müştəri. Bir də dediyim kimi, vicdanlı alverçilərlə işləmək olar. Özü üçün, uşağı üçün alanı, məsəl üçün, elə adamları var ki, 2 aydan bir 50 dənə, 100 dənə çolpa götürür, ancaq kəsib yeməyə. Bax, elə adamların 30 dənə elə müştəri ilə işləmək yaxşıdır. Nəinki 5 dənə hər gün gəlib 100 dənə çolpa götürən alverçi ilə. Görün arada nə qədər fərq var. Biri var hər gün gəlib götürür, biri var 1 aydan 1, 2 aydan 1 götürür. İnanın ki, o 1 aydan 1, 2 aydan 1 götürəndən siz daha çox xeyir tutacaqsınız. Çünki onlar gəlir hərəsindən 20 dənə, 30 dənə falan alır. Amma belə deyim də, özü üçün alırdı ya, ona orqanik məhsullar maraqlıdır, təbii, özü üçün, uşağı üçün sağlam qida istəyirdi ya, onun üçün qiymət maraqlı deyil. Neticədirsə götürəcək. Uzaqbaşı sənin də istəyirsənsə əgər endirim eləyə bilərsən. Yəni ki, belə deyim də, deyəsən video biraz uzun oldu, üzrü sayın. Yəni bu danışmaqla bitməz bu məsələlər. Hələ mən bir məsələni deyirəm, bir mövzu ətrafında danışıram. İnşallah gələn səfər başqa mövzuları haqqında deyərəm. İndi kim istəsə nə barədə öz bildiyimi bölüşməyimi istəsə video çəkib paylaşaram. Qeyd edeyim ki, mən düzə böyüdüb satırdım. Bir xeyli böyük sayda təsərrüfatım var idi. Hələ ki təsərrüfatım o tipli təsərrüfatdan uzaqlaşmışam. İşimi başqa yöndə davam etdirirəm. Təsərrüfatla bağlıdır. İnşallah ürəyim istəyən kimi olsa gələn belə deyim də gələcəkdə məşğul olma fikri ola bilər. Sözüm onda deyil. Yəni bu mövzu belədir. Bu birinci çətin tərəfidir. Buna riayət eləsəz, onda qazanc əldə eləmək olar. Yox elə 1000 qoyacam, 10.000 manat götürəcəm gələn ay. Elə şey yoxdur. Yalan deyirlər, inanmayın. Elə söz deyənlərə vallahi inanmayın. Yəni gedib ziyan edərsiniz. Mən istəyib deyirəm. Yəni mənim üçün heç bir fərqi yoxdur. Çox adam gic yazır. Mən əvvəl videolar çəkirdim. Deyirlər, niyə? Bəs bilən adamlar yazırdı ki, düz deyir. Sağ olsunlar. Bəzi başı çıxmayan deyəndə ki, bəlkə də o həmin alverçilərdir ki, istəyirlər ki, belə deyim də, biraz avam adam saxlasın, əziyyətini çəksin. Bunlar da getsin, havayı qiymətə götürüb xeyrini tutsun. Deyirlər ki, yox, sən real danışmırsan. Həvəsdən salma, bacarar falan. Bu iş bacaran deyil, qardaş. İstəyirsən sən alim ol, bu canlıdır. Yəni başın qoydusa başın qoyacaq.
Nəysə, ümid edirəm video sizin üçün yararlı oldu. Xahiş edirəm kanalı bəyənib, videonu bəyənib kanala abunə olarsınız, zəhmət olmasa. Üzrlü sayım biraz uzun oldu.